Deməli, bütün taksi şoförləri, bütün Bolt, Molt, bütün o taksi şoförləri var ya, o harasa bağlıdırlar. Deməli, onların içində çox təhlükəli polisə, bandadelə, polisə işləyən adamlar var. Adicə, imkanlı adamlar, baxın, Bolt taksi şoförləri polisə, bandadelə işləyir. Deməli, adam çağırıb, bir dənə qız çağırıb bunu, günün günorta çağı olsun, qaranlıq düşəndə olsun, gün orta olsun, fərq eləmir. Çağırır ki, Boltdan taksi istəyibdir. Və gəlir ki, o villadan, villa kimi bahalı bir evdən qız çıxdı, mindi maşına, getdi alış-veriş eləməyə, paltar almağa, sumka almağa, hər neysə, almağa. Sırazı həmən taksi sürücüsü, artıq belə yüzlərlə şikayət var. Həmən taksi sürücüsü qəsdən maqnitofonun xodunu artırır, qəsdən sigaret çəkir, qəsdən hündürdən danışır, qəsdən kimləsə danışır, qəsdən maşını sürür, qəsdən belə sağa sola manevr eləyir. Axırı ki, qız etirazını bildirsin, qız danışsın. Danışan zaman taksini qırağa çəkir, taksi şoförü taksini qırağa çəkir. Sırası hay-huy eləyir, sən klientə deyirsən, mənə apar, nə bilim, sən qız çıxardırsan. Halbuki bu adam yazıq bir əqqab almağa getmişdi, bunun heç nədən xəbəri yoxdur. Taksi şoförü həyasızlıq eləyir, sən qız çıxardırsan, klientə adam daşıyırsan, özün klientə çıxırsan, tez polis çağırıram. Neynəsin bu qız? Yolun qırağında, trasın qırağında, tutaq ki, Tbilisi prospektində, ya nə bilim, o Mərdəkan yolunda. Hardasa saxlayıbdı maşını, polisə zəng eləyir və sırazla polis anında bitir orada. Anında bitir orada. Sırazı qızı aparırlar şöbəyə, bandadelə şöbəyə. Sırazı orada avtomatik 3 nəfər hazır, hər zaman orada növbəli şəkildə 3 nəfər qız hazır durur. Hər hansısa bir qız taksi şoförünün o qurduğu oyuna təliyə düşən qız polis şöbəsinə gətirilən kimi qabağına 3 dənə qız qoyulur belə, düzülür qabağına. Bəs siz məni klientə çıxartmışsınız, biz sizi tanıyırıq. Siz məni bədənimi satmağa görə çıxartmışsınız, siz insan alverindən məşğulsunuz. Və sırazı polis, kamera, valideynlərin bilirmi sən insan alverindən məşğulsan? Tez 20 min, 30 min, 50 min pulu sən mi verəcəksən? Yoxsa bu çəkilən kamera ilə çəkilən görüntüləriniz bu qızların danışığı yayımlansın mı? Mənim şəxsən dostlarımın tanıdığı qızlar var. Birindən 27 min alıblar, birindən 30 min alıblar, birindən 15 min alıblar. Şəxsən, indi onlar mənim dostlarım var ki, Türkiyədə zadda qızlar da onunla yaxındır, yəni onlara dərdini deyə bilir. Bilmirlər onun əlaqəsi mənləndir, bəlkə də qorxardılar deməyə. Adam indi mənə deyir ki, 20-30 dənə bir həftə ərzində şikayət təkcə mən bilirəm ki, taksi şoförləri imkanlı qızları ilişdirir. Hansı valideyn razı olar ki, şərliyiblər də qızını taksi şoförü vasitəsindən. Hansı valideyn razı olar ki, bunun qızı televiziyaya çıxsın, görüntüləri, hər halda o valideyn 3 mərtəbə biraz bazburtlu evdə, villa kimi evdə, bazburtlu evlərdə oturan adamları ilişdirirlər hər halda. Darvazasına, zaboruna, evinə baxanda bilir ki, bu adam 30 min, 50 min tapa bilər. Elə adamları şərliyirlər. Elə adamları ilişdirirlər. Ona görə Bakı şəhərində olan biraz imkanlı qızlar, lap elə oğlanlar artıq Bolt taksindən istifadə eləməyin. Yəni o özəl taksilər var, deyək ki, qohumdur, qonşudur. Tanışdığa nəzərən klient aparır, tanışdığa nəzərən. Bax, tanıdığınız adamın maşınına minin. Tanıdığınız adamın maşınına minin, Artıq polislər, bandadel birbaşa taksi şoförlərlə irtibata giriblər. Taksi şoförlərini qarmağa keçiriblər. Məcburiyyətdən ya da könüllü faizini alır taksi şoförü. Pullu adamları ilişdirir. Və sizə elə taksi şoförləri, polisdən əlbir olan sukalar, polisə dəstək verən sukalar, nə o təzə bir polis şeydə çıxartdılar, polisə dəstək, nə bilim nə, adında inspektor qoydular, inspektor.
Biz görmüşdük ki, inspektor papqalı gələr, bütün reis meis qabağında Smirna fərağat komandasında durar. Bu nədir? Polisə suka düzəldirsiniz, adını inspektor qoyursunuz. İndi nə ayraq indi? Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, bütün o nazirlərdə inspektorlar var. Hara getsələr, hərbi hissə, ordu, qoşun titrəsir. İndi nə ayraq? Bu inspektor sözünü bu qədər mi çəkidən saldınız? Hamısı axtalanacaq. Baxın, İngiltərə qərar verdi. Artıq İngiltərə məhkəmələri qərar verdi. Dünənləri göstərdim. Üzərində işləyirlər, qərar veriblər. Artıq türmələrdə bunu həyata keçirirlər məcburi. Amma indən sonra məcburi həyata keçiriləcək. Artıq cəmiyyətə yararsız adamlar, suka, muka, göt verənlər, pedofillər, sapıqlar, cəmiyyətə yararsız adamların hamısı axtalanacaq. Axtalanacaq. Arkadaş, mən burada dediyim planı nəinki İlham Əliyev götürür, oğurlayır məndən. İngiltərə də mən deyən eləyir. Mən dedim ki, deportasiya eləyəcəm Afrikaya, artıq İngiltərə Afrikaya deportasiyalar eləyir, 3-cü ölkələrə. Mən elə belə mi adamam, hə? Mənim beynimdən İngilis belə bəhrələnir. Baxın, bu gözəl bir şey oldu, qanun oldu, qayda oldu ki, bütün hökumətdə olan vəzifəsindən, rütbəsindən istifadə edərək insanlara sapıqlıq eləyənlər, bütün bu cəmiyyətə yararsız adamlar hamısı axtalanacaq. Hamısı axtalanacaq, qardaşlar.